Aprelin 27-si axşam və 27-sindən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Rayonlarda hava şəraiti aprelin 29-u gündüzədək yağıntılı olacaq. Azərbaycanın rayonlarında aprelin 29-u gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bəzi bölgələrdə leysan, dolu və sulu qar yağması ehtimalı var. Ayrı-ayrı yerlərdə yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, sel və daşqın riski var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi istisna olunmur. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.